Ana bətnində körpənin hərəkətlərini az hiss edirəm. Nə ilə əlaqəli ola bilər? Ana bətnində dölün hərəkətləri ciftin yerləşimindən, amniyotik mayenin miqdarından, ananın bədən çəkisindən asılı olaraq dəyişə bilər. Əlbəttə ki, əziz hamilələr, siz gün ərzində çox aktivsinizsə, əgər çox çəkilirsinizsə və yaxud da ki, amniyotik mayeniz həddindən artıq çoxdursa, dölyanı maye həddindən artıq azdırsa, bu zaman bu dölün hərəkətlərinə təsir edə bilər. Bir də ciftin ön divarda yerləşməsi də dölün hərəkətlərinin daha az hiss edilməsinə gətirib çıxara bilər. Bu zaman panik olmayın. Öncə bir istirahət edin, şirin bir şeylər yiyin, soyuq su için, sonra sol yanı üzərində uzanın və dölün hərəkətlərini izləməyi unutmayın. Döl normalda 2 saatda hardasa 10 hərəkət etməlidir. Əgər bunu da edirsinizsə və yenə hərəkətlərdə azalma və yaxud da hiss etməmə kimi bir narahatçılığınız varsa, o zaman gecikmədən öz qadın doğum həkiminizə başvurun. Çünki başqa problemlərdən də dolayı dölün hərəkətləri azala bilər və yaxud da hiss etməyə bilərsiniz.